Asan müraciət 2020-ci ildə Cənab Prezidentin fərmanı ilə yaradıldı. Burada da əsas məqsəd vətəndaşlarımızı infrastruktur yönümlü problem aşkar olarkən onları vaxtında operativ qaydada dövlət orqanlarına çatdırmaqdan ibarətdir. 99 qurum asan müraciət sisteminə inteqrasiya olunubdur. Burada da indi bir indeks çıxarılıbdır, bir reyting çıxarılıbdır daha doğrusu. Hansı qurumlarımız daha operativ reaksiya veribdir bu müraciətlərə, həll edibdir və ya da həll etməyibsə belə həlli istiqamətində hər hansı bir tədbir görübdür. 2025-ci il ilə 2024-cü il müqayisə etdikdə kifayət qədər ciddi irəliləyiş görürük. Ümumilikdə gələn müraciətlərə reaksiya səviyyəsi 80%-ə yaxın artıbdır. Eyni zamanda müraciətə baxılma müddəti artıq bir ay müddətinə endirilibdir. Bu daha əvvəllər daha çox idi. Ümumilikdə yəni 2025-ci ildə asan müraciət istiqamətində dövlət təşkilatlarımızın reaksiyası, dövlət təşkilatlarımızın gördüyü işlər kifayət qədər qənaətbəxşdir, yaxşıdır.